Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizə sınav 2-nin izahlarını verəcəm. Şərti oxumayacağım. Yəqin ki, özünüz görürsünüz. Birinci sualda necədir? Birinci sualın qaydasını deyirəm. Burada tutaq ki, 1-dən n-ə qədər ədədlərin cəmidir. Məsələn, birinci sırada 2 verilib. Onu necə tapırıq? Məsələn, 1-ə qədər ədədlərin cəmi 0 üstə gəlsin 1, verir bizdən 1-i və sonuncunu tapmaq istəyiriksə üzərinə 1 gəlirik və sonuncu 2-ni verir. Məsələn, sıra 5-ə baxaq. Sıra 5-də məsələn 1 üstə gəlsin 2, üstə gəlsin 3, üstə gəlsin 4, üstə gəlsin 5. Verəcək bizdən nəyi? 15-i. 15-in üzərinə 15-in də üzərinə 1 gəlsə nəyi verəcək? 16-cını verəcək. Baxın, burada sonuncu yazıb. Bizdən də 42-cini deyir. 1-dən n-ə qədər ədədlərin cəminin tapılmasının qaydası n vurulsun. N üstə gəlsin 1 bölünsün 2 düsturundan hesablayırıq. Burada n sonuncudur. Yəni 42-ni vuracam. 42 üstə gəlsin 1 bölünsün 2-yə. Deməli 42 vurulsun 43 bölünsün 2, bu da eləyəcək neçə? 903, amma bizim cavabımız 903 olmayacaq. 903 çünki sonuncu deyil, sonuncundan sonradır. Baxın, orada 903, sonra gələcək nə? 904. Çünki hər zaman sonuncunu tapmaq istəyiriksə, bu qayda ilə hesablayırıq və üzərinə 1 gəlirik. Bu da oldu neçə? 904 olacaq. B variantı olacaq. İkinci sual. İkinci sualda fabrikdə işçilər çalışır. Bunu biz diaqram çəkəcəyik. Bilirik ki, çevrə 360 dərəcədir. Bunları bölsək, baxın, deməli 330 gəlib bura düşəcək. Bura mütəxəssislər düşəcək 240 nəfər. Burada düşəcək neçə nəfər? 150 nəfər də mühəndislər. Bizə lazımdır nəyi? Mütəxəssislərin mərkəzi bucağı. Mərkəzi bucaqda baxın, budur da elə söykəndiyi qövsdə, çevrədə elə baxın, bu söykəndiyi mərkəzdir. Mərkəzi bucaqda qövsə söykənir. Ona görə indi əvvəlcə görə bu fabrikdə neçə dənə işçi çalışır? 330 üstə gəl 240 üstə gəl 120 gəlir nə qədər? 720. İndi bilirik ki, tam çevrə 360 dərəcədirsə, 720 nəfər də 360 dərəcə. İndi mütəxəssislər də 240 nəfər. 240-da görə neçə dərəcə edir? Bu da x. Çarpaz vursaq, x bərabər deyil, çarpaz vururuq. 720 düşür aşağı, 720. 360 vurulsun 240-a. 720 ilə 360 xısar aparsaq, burada qalacaq. Yəni 360-ı 360-a böləndə 1, 720-ni də 360-a böləndə 2. 240 ilə də 2-ni xısar aparsaq, bu qalacaq nə qədər? 2 2-yə bir dəfə, 240 da 2-yə, 120 də. Deməli, nə qədər olacaq? 120 dərəcə olacaq. Bu da A variantı. Keçək 3-cü sualda. 3-cü sualda nədir? Rəqəmlərlə bağlıdır. Deyir, rəqəmlər cəminin 6 mislinə bərabər olan 2 rəqəmli ədəd aşağıdakılardan hansıdır? Məsələn, gəlin 72-ni yoxlayaq. Görə 72 rəqəmlər cəmi 72 bərabərdir. 72-nin rəqəmlər cəmi 7 üstə gəlsin 2, vurulsun 6. 7 üstə 2 gələndə 8, 6-nı 48 eləyir. 72 48-ə bərabər deyil, ona görə olmaz. Məsələn, 36 3 üstə gəlsin 6, vurulsun məsələn 6. 6 burada 6 mislidir, ona vururam. Üstə 6, 9, 9, 6-nı neçə eləyir? 54, ödəmir. Amma 36 olmalı idi deyə. Bu 36 olmalıdır ki, ödəsin, ödəmədi. Sonra, burada 54 olacaq. Məsələn, baxın, 54 bərabərdir. 5 üstə gəlsin 4, vurulsun neçə? 6. 5 də 4, 9 edir. 9, 6-nın da 54 edir. Deməli, doğru variant D variantı olacaq. Sonra, 4-cü sualda nədir? 4-cü sual ədədi orta ilə bağlıdır. Görək 6 dənə ədədin cəmi nə qədərdir? 6-nı vurasınız nəyə? 35-ə. Gələcək nə qədər? 210. İndi əlavə ədəd əlavə olunubsa, əvvəlcə 6 dənə ədədimiz vardı. Üzərinə 1 dənə ədəd əlavə olundu. Neçə dənə ədəd oldu? 7 dənə ədəd əlavə olundu. İndi bunun da ədədi ortası neçə olub? 50-dirsə, 7-ni də vurursunuz 50-yə. Elə nə qədər? 350.
İndi görə əlavə olunan ədəd hansıdır? 350-dən də çıxırsınız 210-u. Nə qədər qalır? 140. Deməli, əlavə olunan ədəd neçədir? 140-dır. Bu da oldu C variantı. Sonra 5-ci sual nədir? Pilləkənlə bağlıdır. Burada baxın. Həm 12-yə, 12 niyə? Həm 3-ə, həm 4-ə bölünən ədəd, ən kiçik ədəd neçədir? 12-dir. Ona görə pilləkənlərin sayını nə deyirəm? Tutaq ki, 12x deyirəm. 12x. Görüm, çıxanda neçə çıxıb? 300. Görüm, 12-ni 12x-i bölsəm 3-ə. Nə qədər edir? 4x. Yəni, pilləkənlərin çıxanda sayı nə qədər addım atıb? 4x. İndi düşəndə nə qədər atıb? 4. 12x-i də böldürəm 4-ə. Nə qədər edir? 3x. Fərq nəyi verir? 8. Yəni, çıxarkən atdığı addımların sayı, önərkən atdığı addımların sayından 8 addım çoxdursa. Yəni, 4x-dən də çıxıram 3x-i, nəyi verəcək məndən? 8-i, fərqi verəcək. Burada x nəyə bərabərdir? 8-də. X-i tapdıq, gətirib, burada yerinə qoyur. 12-nə vuruq 8-ə, neçə edir? 96. Deməli, 96-dan pilləkən var. Bayaq da belə yaza bilərsiniz. Pilləkənlərin sayını x götürüb, əgər 3-ü çıxsa, nə eləyəsiniz? X bölünsün, 3 yazasınız. Qeyd edirəm buradan. X bölünsün 3. Bərabər eləyəsiniz. 4 ensə, x bölünsün 4. Hansı az atıbsa, onun üzərinə 8 gəlmək lazımdır ki, bu bərabərliyi yaransın. Tərəf-tərəfə keçirdəndə x bölünsün 3, çıxılsın x bölünsün 4, bərabərdir nəyə? 8-ə. Hər tərəfi 12-yə vursaq, bunu da 12-yə vursaq, buraya eləyəcək nə qədər? 4x, x-lər aparacaqsınız burada. 8 də vurasınız da 12-yə. 4x çıxılsın 3x bərabərdir. 12-ni də 8-ə vuranda 96. Bu da x nəyə bərabərdir? 96-ya. Bu da doğru variant. Nə oldu? A variantı. Sonra 6-cı sualda nədir? 6-cı sualda şəkildə kub verilib. Kubun tili 10 cm-dir. Yəni, buradan buraya qədər 10 cm. Və yaxud da bu da 10 cm-dir. Bu da 10 cm. Bütün tilləri bərabərdir. Kubun tilləri bərabər olduğuna görə hər biri nədir? 10 cm. Baxın, bu qarışqa gəldi buradan bura. Nə qədər məsafə qət elədi? 10 cm. Sonra gəldi buradan bura. Buradan bura bilmirəm. Amma görürəm, yuxarıda da belə bir xət var. Bunu gətirib bura çəkəndə bu da eləyir nə qədər? 10 cm. Yuxarı qalxmışdı deyə. Bu da eləyir 10 cm. Sonra gəldi bura 10 cm. Sonra düşdü aşağı. Nə qədər oldu? 10 cm. Düzdür? Neçədən 10 var? 1, 2, 3, 4, 5. 5-i də vurursunuz ona. Nə eləyir? 50 cm. Bu da oldu B variantı. Köçürük 7-ci sual. 7-ci sualda nədir? Burada 4 bucaqlı var, 5 bucaqlı var. Bunlar dişik edirlər. Məsələn, 2 dənə birləşdirirsiniz, o bir dişik adlanır. 14-ü vurun 5-ə. Görün, 5 bucaqlı ümumi işlər nə qədərdir? 14-ü 5-ə vuranda edir 70 dənə. İndi 24-ü 22 dənədir. 22-ni də vurasınız 6 bucaqlıya. Nə qədər eləyəcək? 2 altın 12, 1 yatı 2 altın 12, bu da 132. Bunları toplayırsınız. Yazırsınız buradan 132, üstə gəl 70'i, 2, 202. Axı, fikir verim. Məsələn, bu topun 3 hissəsinə fikir versək, baxın, bu bununla birləşir deyə bir dənə tiş adlanır da. Ona görə 202-ni də böləsiniz buradan nəyə? 202-ni də böləcəksiniz 2-yə. Bu da düşəcək nə qədər? 101. Bu da oldu A variantı. Sonra keçək 8-ci sual. 8-ci sualda nə deyir? Deyir ki, şəkildə 5 kvadratın hər birinə bir ədəd yazılmalıdır. Rəngli kvadratın hər birindəki ədəd özünün sağındakı və solundakı iki ədədin ədədi ortasına bərabərdir. Məsələn, bura məsələn variantla işləsiniz, 22-ni gətirəsiniz və yaxud da bura A verəsiniz, tutaq ki, bura B verəsiniz, X verəsiniz, bu sizin vaxtınızı alacaq deyə. Ona görə ən yaxşı elə variantla işləməkdir. X-in yerində 22 olsa, indi ədədi ortanı necə tapırdıq? Deyir, axı, sağındakı və solundakı. 18-in sağındakı nədir? Budur da, bu xanadır. X deyək buna. X üstə gəl 22 bölünsün 2-yə nəyi verəcək? Ədədi orta. Ədədi ortada 18-i verəcək. Buradan X üstə gəlsin 22 nəyi verəcək? 2-ni vurası 18-i eləyəcək nəyi? 30 6.
Buradan da x nəyə bərabərdir? 36-dan da çıxasınız 22-ni. X də bərabərdir 14-ə. Yəni buradan x-i tapdıq neçə? 14. Gətirib bir-bir yoxlayırsınız. İndi görə hamısı ödəyir, yoxsa ödəmir. Burada yazırsınız 14. Bura 14 yazdınız, düzdür? İndi bura necə taparıq? Bu ədədlə bu ədəd toplayarıq da. Yəni x üstə gəl 18 bölünsün 2 bərabərdir nəyə? 14-ə. Deməli x üstə gəlsin 18 nəyə bərabərdir? 14-ü çevirəndə 28-ə. Burada x nəyə bərabərdir? 28-dən də çıxırsınız 18-i, x də verir nəyi? 10-u. İndi bura 10 yazaq görə həqiqətən ödəyirmi hamısı? Bura 10 yazdıq. Həqiqətən 6 üstə 14 gələndə 20, 20-dən 2-yə böləndə 10 verir. Deməli burada doğru variant hansı oldu? D variantı oldu. Sonra 9-cu sualda nə deyir? Deyir ki, hər 15 dənədən bir balkonot nə deyir? Bloknot daha doğrusu zədələnir. Ona görə nə eləmək lazımdır? Biz burada 15-ə bölünən ədədləri tapmaq lazımdır. Yəni 1-dən 1059-a qədər görək 15-ə bölünən neçə ədəd var. İndi nə edirik? Minimum ədədi tapırıq. Minimum. Ən kiçik ədəd 15-ə bölünən hansıdır? Minimum ədəd 15 özüdür. Bəs maksimum ədəd neçədir? Maksimum ədəd. Maksimum ədəd də 1050-dir. 1050. Sonra nə edirsiniz? Maksimum ədəddən 1050-dən çıxırsınız nəyi? 15-i. Dəqiq deyil. 1035. 1035. İndi 1035-i də neçəyə deyib bölünsün? Hər 15 dənədən bir zədələnmirdi. Yəni 15-ə bölürük 15-ə. Məsələn, 16 dənədən bir zədələnsəydi 16-ya bölərdim. Düşəcək nə qədər? 69. Amma burada fikir verin. Minimum 15-dir, axı maksimum 1050-dir. Bunlar özü daxil olduğuna görə üzərinə 1 gəlməliyəm. 69-un da üzərinə 1 gəldirəm. Nəyi verir? 70. Deməli, neçə dənə? 1-dən 1059-a qədər 15-ə bölünən əldə neçə dənədir? 70 dənədir. Bu da oldu B variantı, C variantı. Sonra keçək 10-cu sualda. 10-cu sualda nə deyir? Yarışmada sonuncu yer tutana 1 dənə. Ondan əvvəlkinə 2, əvvəlkinə 3 bu sırayla düzülür. Bizə deyir ki, ümumilikdə 120 dənə hədiyyə verilib. Yəni nətər 120 dənə? Baxın dostlar. Yəni 1, üstə gəlsin 2, üstə gəlsin 3, üstə gəlsin 4, üstə gəlsin 5, üstə gəlsin 6. Bu qayda ilə gedirsiniz. Üstə gəl bu qayda ilə nöqtələr, nöqtələr bərabər eləyirsiniz nəyə? 120-yə. Düzdür? Görə indi hansı ədədlərin cəmi, tutaq ki, 1-dən hansı ədədlərə qədər cəm 120 eləyir? Məsələn, 15-i götürsən, bilirik də düzdürüb. Bunun birinci sualda izahını vermişdim. N vurulsun, n üstə gəlsin 1, bölünsün 2-yə. İndi buradan n vurulsun, n üstə gəlsin 1, bölünsün 2 nəyə verəcək? 120-ni. Buradan da n nəyə bərabərdir? Baxın. n vur, n üstə gəlsin 1, bərabərdir 240-a. İndi 240-ın üstəki sadə vurğularını ayırarsınız. İndi burada n-in yerində 15 olsa, həqiqətən baxın, n 15 olsa, n-in yerinə 15, 15-ə vursunuz 16-ya, 16-ya, 6, 5-in 30, üst kətdə, 6006, bu da neçə eləyir? 90, üstə gəl, 1, 5-in 5, 1-birində 1, 0, 4, 240. Aydındır, 240. Bayaq da variantla işləyə bilərdiniz. Məsələn, 15-i vurardınız 16-ya. İştirakçıların sayı 15 olsaydı, nə eləyəcəkdi? 15-in üzərində 1 gələcəkdi. 15 olsaydı 15 vurulsun. 15 üstə gəlsin 1, bölünsün 2. Bu da eləyərdi 15 vurulsun 16, bölünsün 2. 2 ilə 16-nı ixtisar eləyərdi 8, 15-i də vurardım 8-ə. Bu da eləyərdi nə qədər? 120 dənə iştirakçı verərdi. Bu da olardı. Doğru variant nə olacaq? İştirakçıların sayı nə qədər oldu? 15. Sonra keçək 11-ci suala. 11-ci sualda nə deyir? Avtobus dayanacağa yaxınlaşır. Dayanacağa yaxınlaşdıqca 12 dənə yolcu götürə bilir. İndi 58-ci soruşur bizdən. 58-i böləcək nəyə? 12-yə. 58-i 12-yə böləndə 4. 4 12-nin 48. Qalıb qaldı 10.
Deməli 4-cü getdi, 5-ci 5-ci olacaq. Çünki 5. İndi baxın. Bax indi 48-ci nə oldu? 48-ci sonuncu oldu da. İndi 49-cu birinci adamı götürəcək. 50-ci nə olacaq? İkinci. Düzdür? Bu qayda ilə deməli qalıq 10 qaldığına görə 10-cu neçə olacaq? 10-cu adam olacaq da, düzdür? Bu da oldu. 5-ci avtobus neçənci adam? 10-cu adam. 5-ci avtobus 10-cu adam. Bax yazıram. İstəyirsiniz yazın. Buradan görə dəqiq düz alınır, yoxsa yox. Bax dedik ki 49-cu adam 1 oldu. 50-ci adam 2 oldu. 51-ci adam oldu neçə? Yazıram. 53-cü, 54-cü oldu 4. 55-ci oldu 5. 56-cı oldu neçə? 49, 50, 51, 52. Burada səhv yazdım. 52. Bir dəfə gözləyin. Bax. 49-cu oldu 1. 50-ci oldu 2. 51-ci oldu 3. 52-ci oldu 4. 53-cü oldu 5. 54-cü oldu 6. 55-ci oldu 7. 55-ci oldu 7. 56-cı oldu 8. 57-ci oldu 9. 58-ci oldu neçə oldu? 10. Qalıq 10 qaldığına görə elə 58-ci ona düşəcək. Sonra deməli burada doğru variant hansı oldu? A variantı oldu. 13-cü sual. 13-cü sualda nədir? Məsələn, sətir üzrə fikir versə 1, 2, 3, 4 dənə. Sütun üzrə də fikir versə 1, 2, 3, 4 dənə. 4 dənə sətir, 4 dənə sütunda neçə dənə nöqtə qoyulub? 9 dənə. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Düzdür? Deməli 4, 4 də 4, 4 də neçə dənə olur? 9 dənə. Bizdən soruşur. Bu 4, 4'ü necə ala bilərik ki 9'u? 4'dən 1 çıxarıq, 3'ü vurarıq 3'ə, neçə eləyir? 9 olar da, düzdür? İndi bizdə 13, 13 lazımdır. 13'dən də 1 çıxırıq, neçə eləyir? 12. 12'nin də kvadratı neçə olacaq? 144 olacaq. C variantı olacaq. Sonra 13-cü sualda. 13-cü sualda nə deyir? Deyir nə? A ilə H arasında əlaqə kəsilsin. Hansı körpünü dağıtmaq lazım? 10 dənə ada var. Bu adalara getmək üçün hansı körpünü dağıdaq ki, A ilə H arasındakı əlaqə kəsilsin. Ona görə nə eləmək lazımdır? Ən az soruşur. Ən az bunu dağıtdıq. Çünki bunu dağıtsaq, bir də bunu dağıtsaq, ən az 2 dənə olacaq. B variantı olacaq. Məsələn, buradan fikir verin. Tutaq ki, bu B-ni dağıtsaz, B-ni dağıtdıq, düzdür? Buradan B-ni dağıtmışsınız. Məcbursuz C-ni də dağıdarsınız. 2 dənə. Məcbursuz nəyə? Bunu da dağıdarsınız. 3 dənə dağıdardınız. Düzdür? Ona görə 3 dənə ən az soruşduğuna görə burada nəyi dağıdarsınız? B körpüsünü dağıtmaq lazımdır. 14-cü sual. 14-cü sualda nədir? İşlə bağlıdır. Nihat işi 13 günə, Fuad isə 18 günə yerinə yetirir. İkisi birlikdə 4 gün işlədikdən sonra Nihat işi tərk edir və qalan işi Fuad tək başına neçə günü yerinə yetirir. Baxın, bunu mən şagirdlərimə praktiki usulla izah edirəm. Yenə də praktiki usulla izah edirəm. Nə edirik? Həm 12-yə, həm 18-ə bölünən ən kiçik ədəd ilir 36. İşimiz oldu nə qədər? 36. 36. 36 H. Tutaq ki, bu gördüyü işlər 36 H-dır. İndi görək Nihat bir gündə nə qədər işləyir? Nihat neçə günə yerinə yetirir? 12 günə yerinə yetirirsə, 36-nı böləcəm 12-yə. 12-yə. Nə qədər eləyir? 3H. Kim? Nihat. İndi 36-nı da böləcəm Fuada. Fuad neçə günə yerinə yetirir? 18 günə. Böləcəm 18-ə. Düşdü nə qədər? 2H.
Bəs bunlar bir gündə x-i birlikdə nə qədər işləyir? 3h üstəgəl 2h. Nə qədər edir? Cəmi nə qədər? 5h. 5h. 4 gün ikisi birlikdə işləyiblər. Nə qədər iş görüblər? 4'ü vurasınız 5'ə. Nə qədər edir? 20h. Ümumi iş nə qədər edir? 36. Ümumi işdən 36'dan çıxıram 20'ni. Görüm qalan iş nə qədərdir? 36'dan 20 çıxanda qalır 16. İndi qalan işi kim görür? Fuad. Fuad bir gündə nə qədər iş görürdü? 2h. 16'nı da böldürəm 2'yə. Düşür nə qədər? 8 günə görüb qutaracaq. Amma birdən sizə sorsaydı ki, bu iş neçə günə bitirildi? 8'in üzərinə 4 gələrdiniz 12 günə. Çünki 4 gün ikisi birlikdə işləmişdi. Bizdən də deyir ki, Fuad tək başına qalan işi neçə günə yerinə yetirər? Bu da 8 günə. Sonra 15-ci sual. 15-ci sualda necədir? Hər iki tərəfi kvadrata qaldırıb toplayırıq, tərsinə yazırıq. 4'ün kvadratı üstəgəl 6'nın kvadratı. 4'ün kvadratı eləyir 16, üstəgəl 6'nın kvadratı 36. Bunların da eləyir cəmi 52. 52'nin də tərsi eləyir 25. İndi bizdən sual şərti 7 2'ni soruşduğuna görə 7'nin kvadratı üstəgəl 2'nin kvadratı, 7'nin kvadratı 49, üstəgəl 2'nin kvadratı 4, bu da eləyir neçə 53. 53'ün də tərsi eləyir neçə 35. Bu da oldu D variantı. 16-cı sual. 16-cı sual rebusla bağlıdır. Burada nə eləyirsiniz? Qarşı-qarşıya baxırsınız. Məsələn, 64'ü necə ala bilərəm? 5 ilə 3'ün rəqəmlər cəmindən 5 üstə gəlsin 3 eləyər nəticə 8. Yəni 53'ün rəqəmlər cəmi 8 eləyir. 8'in də kvadratı 64. Məsələn, bu 49'u necə ala bilərik? 61'in rəqəmlər cəmindən. 61'in nəyin rəqəmlər cəmindən? 6 üstə gəlsin 1 eləyir nə qədər? 7'nin kvadratı neçə eləyir? 49. İndi bizdən sual işarəsini soruşduğuna görə 13'ün rəqəmlər cəmi 1 üstə gəlsin 3 verir nəyi? 4'ü 4'ün də kvadratı nə eləyir? 16. Bu da oldu. Nəyi verdi? A variantını verdi. Sonra 17-ci sual. 17-ci sualda nə deyir? Ardıcılığı tamamlayın. Fikir verin. 2 üstə 3 gələndə bu 5'i verir. 3 üstə 5 gələndə bu 8'i verir. Məsələn 5 üstə gəlsin 8 nəyi verəcək? 13'ü verəcək. İndi 13 üstə 8 gələndə nəyi verəcək? 21'i verəcək. Bu qayda ilə indi bizə sual işarəsinin yerinə soruşur. 21 üstə gəlsin 34 nəyi verəcək? 55'i verəcək. Bu da oldu C variantı. Sonra 18-ci sual labirintdir. Deyir ki, eyni kvadratdan 2 dəfə keçməmək şərti ilə üfüqi və şaqili yöndə hərəkət etməklə neçə fərqli usulla çıxmaq olar labirintin içindən. Baxın, birinci buradan gəldim bura. Gəldik bura. Ən qısa yoluna gedək. Əvvəlcə ən qısa yoluna gedək. Çıxdıq. Gəldim bura. Buradan 2 dənə yol. Gəldik bura. Buradan gəldik bura. Buradan 3 dənə yol. Dördüncü yol harda qaldı? Qaldı. Gəldik buradan gəldik. Bax, gəldik buradan belə. Gəldik belə. Bir gəldik belə.
Geldik bura. Buradan geldik bura. Geldik bura. Buradan da geldik bura. Buradan çıxdıq. Sonra ikinci. Sonra buradan geldik belə. Geldik bura. Geldik bura. Buradan geldik bura. 2 dənə yol buradan getdi. 2. Sonra geldik. Buradan geldik. Geldik bura. Düzdür. Geldik bura. Buradan da belə. Buradan da geldik. 3 dənə. 3 dənə. 3 dənə. Sonra geldik bura. Geldik bura. Buradan geldik bura. Baxın buradan da bir dənə çıxdıq. Oldu neçə dənə? 4 dənə. 4 dənə buradan gəldik. İndi buradan da gələ bilərik. Geldik bura. Buradan geldik bura. Buradan geldik bura. Buradan geldik bir dənə. Sonra geldik bura. Geldik bura. Sonra buradan geldik bura. Geldik bura. 2 dənə. Yox, bu eyni yolla gəldi. Hə, buradan düz gəldi. 2. Sonra geldik belə, hə, geldik belə, düzdürmü? Döndük belə, buradan geldik belə, buradan geldik belə. 3 dənə yol. Sonra buradan gəlirik. Bax, geldik bura, buradan geldik bura, buradan geldik bura. Bu da oldu 4 dənə yol. 4 dənə buradan, 4 dənə də buradan. Nə qədər elədi? 8 dənə cəmi yol keçdi. Bu da oldu B variantı. Sonra 19-cu sual nədir burada? Aşağıdakı cədvəldə Aynur, Emil və Maralın məntiqi imtahanında eyni 5 sualda verdikləri cavabları və doğru cavablarının sayı göstərilmişdir. Hər bir sualın ABCD 5 bəndi vardır. Maralın səhv cavablarının sualı hansıdır? Aha, bax, fikir verək. Bax, görürük ki, Aynur 3 dənə doğru cavab verib. Emil isə doğru cavab verməyib, 0. Maral isə nəyə verib? 3 dənə doğru cavab verib. Birinci sualda fikir verin. Emil səhv verib. B variantı ola bilməz. Deməli, birinci sualı doğru cavab veriblər. B bizim cavabımız ola bilməz. İkinci suala fikir verək. İkinci sualda axı D səhvdir. Düzdür. Onda Aynur ikinci sualı səhv verib də, olmaz. Düzdür. Onda ikinci sualı ola bilməz. Çünki doğru cavab verib. Kim? Maral doğru cavab verib. İkinci ola bilməz. Sonra üçüncü suala fikir versək. Üçüncü suala fikir versək. Üçüncü sualda fikir versək. Maral burada Maral səhv verilib. 5-ci sualda 100% səhv verilib. Niyə görə? Çünki baxın yox, burada Maral 3-cü sualda 5-ci sualda doğru cavab verəcək. Çünki niyə görə? Axı Emil həmişə səhv verildi deyə. Bu səhv idi deyə. Maral onda 5-ci ola bilməz də, çünki bu da ola bilməz. Çünki Maral 3 dənə doğru yazmışdı. Bax, biri burada idi, biri burada, biri də burada. Düzdür? 3 dənə, biri də burada 5-ci doğru yazıb. Deməli 3 ilə 4 qalır. 3 ilə 4 bu da oldu, D variantı oldu. Sonra 20-ci sual. Nədir? Ata ilə oğlun yaşları cəmi 49-dur. Atanın yaşı oğlun yaşının 5 mislindən 5% azdır. Yazırıq burada ata. Yazıram ata. Bir də oğul. Ata ilə oğlun yaşları cəmi 49-dur. Qalsın yerində. Atanın yaşı oğlun yaşının 5 mislindən 5% azdır. Əgər atanın yaşı oğlun yaşını x desək, atanın yaşı 5x 5 mislindən 5% azdır. Çıxılsın 5 olacaq. Bunları toplasam nəyi verəcək? Bizdən 49'u verəcək. Yəni 5x çıxılsın 5, üstə gəlsin x nəyi verəcək bizdən? 49. Yəni yaşlar cəmini verəcək. 5x gələndə 6x çıx 5 bərabərdir nəyə? 49'a.
Buradan 6x nəyə bərabər? 49-da 5 gələndə eləyir 54. X də bərabərdir. 54'ü də bölürsüz 6'ya. X də bərabərdir 6'ya bölsək, x də bərabər 9'da. Bizdən kimin yaşını soruşurdu? Oğlun neçə yaşı var? Oğlunun da neçə yaşı var? 9. Atanın yaşını soruşsaydı 9'u vurardınız 5'ə. 45, 45'dən də 5 çıxardınız. Qalardı 40. 21-ci sualda. 21-ci sualda nə deyir? Kater verilib, axın ilə verilib, axına qarşı verilib. Əgər çayın sürətini tapmaq istəyirsinizsə, çayın sürətini, katerin sürətini tapmaq istəyirsinizsə, nə edirsiniz? Bax, axın ilədən axına qarşını çıxsaz, bölsəz 2-yə nəyi verəcək? Katerin sürətini verəcək. Axın ilə axına qarşını toplasaz, bölsəz 2-yə nəyi verəcək? Üzr istəyirəm, burada çıxmışam. Burada çayın sürətini verir, Burada isə katerin sürətini verir. Düzdür? Katerin sürətini verir. Bizdən nəyi soruşurdu? Bizə lazımdır bu katerin sürətini lazımdır. Çünki göldə hərəkət yadınızda saxlayın ki, göldə hərəkət çayın sürəti olmur. Çünki göldə hərəkət edilir. Ola bilər, orada çay tökülmür axı. Çayın sürətini niyə görə belə deyək də, çay dalğalanır deyə axır axı çay. Çayın belə deyək də, göllə çayın fərqi nədir ki? Çayın axarı var da, düzdür? Harası gedib tökülür çay. Düzdür? Başlancağı var da, çayın başlancağı da var, sonu da var, düzdür? Amma gölün axı, göl nədir? O belə deyək də, göl qapalıdır da, qapalı sahədir, düzdür? Onun üçün orada nə edirik? Axarı yoxdur deyə, məsələn göldə gəmini qoyursunuz, qalacaq orada. Kater nədir? Ümumiyyətlə kater belə deyək də, kater motorlu qayıq kimi təsəvvür eləyin. Məsələn orada sal versəydi, məsələn salda nəyi nəzərə alardınız? Salda yalnız çayın sürətini nəzərə alarsınız. Çünki salın motorsuz qayıqdır. Biz onu necə bilərik ki, o katerdə o sürətlə hərəkət edəcək. Yəqin ki, aydın oldu. İndi bizdən nə deyir? Bizə lazımdır buradan nəyin sürətin? Katerin sürətini. Katerin sürətini tapmaq istəyiriksə, 27-nin üzərinə 19 gələcək. Böləcək 2-yə, eləyir 46. 46-nı da 2-yə böləndə 23. Deməli, katerin sürəti oldu nə qədər? 23. 23-ü də vuracaq göldə nə qədər hərəkət edib? 2 saata. 9 isə 1, 46. Bu il nə qədər? 46. 46 kilometr buradan. İndi axın ilə də nə qədər hərəkət edir? 3 saat. İndi axın ilə sürəti nə qədər? 27. 27-ni də vurursunuz 3-ə, eləyir 81. 81 isə də 46-nı gəlirsiniz. Bu da eləyir nə qədər? 727 kilometr. Bu da oldu C variantı. Birdən çayın sürətini soruşsaydı sizdən, baxın 27-dən çıxardınız 19-u, bölərdiniz 2-yə, bu da verərdi sizdən çayın sürəti. 27-dən 19 çıxa bilmirəm, çıxartırsınız. Sonra 22-ci sual. Hesablama ilə bağlıdır. İndi fikir verin. Bura hansı rəqəmi vursa axırı 8 eləyər. Ya bilirik ki 9-a vurmaq lazımdır 2-ni, ya da 4-ə. Məsələn 9-a vursa 9 2-ni neçə eləyəcək? 18 bir yadda. Düzdür? Vursaq bura 9 5-in 45 eləyəcək, amma burada neçədir? 22-dir. Çox eləyir axı. 45 ara 22 ara. Ona görə nə eləmək lazımdır? 2 lazımdır bura. Bura yalnız 2 olsun. Düzdür? İndi biz 2 niyə yazdım? 4 olmalıdır. 4-ü vursaq 2-yə neçə eləyəcək? 4 olar. 4-ü 2-yə vuranda 8 eləyir. Düzdür? Bura 4 oldu. İndi fikir verin, burada 4'dür də. Çünki bura eyni sinf oldu. Düzdür? Smaylikdir, belə deyək. İndi biz 4'ün nəyə vursa axırı 4 eləyər. Yalnız 6-ya vursaq da, düzdür? İndi bizə nə lazımdır? Bura 4 isə dairə doldu 6. 6 üstə tökəndə 10. 1 yadda 8-də 2 10. 10 üstə də 1 10.
10 2 ise 8 10 10 da 1 gələndə 11. M də oldu nəyə? 1 oldu da burada. M-in də qiyməti nə oldu? B variantı oldu. Vurub yoxlasaz görə bilərsiniz ki, həqiqətən 562-ni vurasız 34-də 19108 eləyəcək. Sonra 23-cü sualda. 23-cü sualda nə deyir? Deməli 2300 paket avtobus və ya taksi ilə daşıyacaqdır. Düzdür? Ən çox 150 paket apara bilən taksi hər gediş üçün 55 manat. Deməli 150 dənə paket aparsa taksi ilə 55 manat pul verməlidirlər. Ən çox 500 paket aparan avtobusa isə gediş üçün 125 manat verir. Bizdən deyir ki, ən az neçə manat daşına bilər. Bu paketləri nə qədər paket verir? 2300 dənə paket var, düzdür? Baxın, 2300 dənə paketi əvvəlcə böləcəm nəyə? Çünki mənə ən sərfəli olan 500 dənə paket aparım, daha az olsun da. Bunu bölüm 5-ə. 5-ə bölsə düşəcək nə qədər? 4. Düzdür? 4. Qalacaq nə qədər? 2000. Qalacaq 300. İndi 300-ü də nə ilə aparım? 150 paketlə aparım da. İndi 300-ü də böləcəm taksi ilə aparım. 150 dənə aparır da. Bu da edir 2 dəfə. Yəni 2 dənə taksi ilə aparacağım. 4 dənə taksi niyə? 4 dənə avtobusla getdik. Avtobusla gedəndə də nə qədər pul alırdı? 125 manat. İndi 125-i də vuracam 4-ə. 125-i vuracam 4-ə. 4 5-ini 20 500 edir də bu. 500. İndi 500 dənə buradan 500. Axı taksi ilə nə qədər aparmışam? 2 dənə də taksi ilə. Taksi ilə aparanda birindən nə qədər alırdı? 55 manat pul alırdı. İndi 55-i də vururam neçəyə? 2-yə. 55-i də vurduq 2-yə 110. İndi 500 üstə gəl. Bunu sərgəli yazaq. Buradan yazdım. Baxın 500 üstə gəl 110. 0 1 bu da elə 610 dana. Yenə də deyirəm. Ən çox belə deyək də 500'lük paketlə aparın ki, daha az pul düşsün də. Ona görə doğru variant nə olacaq? 610 olacaq. Bu da oldu C variantı. Sonra 24-cü sual. 24-cü sualda nə deyir? Hə. Deməli bu rəqəmlərin köməyi ilə anı neçə dəqiqə sonra anların saatı, bura 0-1. Ən az olması üçün deməli bu rəqəmlərdən baxın 0 1 1 2 rəqəmdə 4 dənə rəqəm var da. Burada ən az neçə düzəldə bilərəm? 10 saat 10 neçə düzəldim? 10'u götürmüşəm. Qaldı burada nə qədər? 10 0-2 düzəldə bilərik. Düzdür? 10 ilə 0-2. Baxın. 0'dır, 1'dir, 1'dir, 2'dir. Deməli 10'u götürdüm buradan. 10'u götürdüm. Qaldı burada 12 dəqiqə düzəldə bilərəm. 21 dəqiqə yox, 12 dəqiqə. Aha. Verilən baxınız. 10 12-dən də, 10 12-dən də çıxacam nə qədər? 0-2 saatda 11 dəqiqədir. Bu ilə nə qədər? 1 dəqiqə buradan 8 saatda buradan. 8'i 6'ya vuranda 6 8'in 480 üzərində də 1 gələndə 481 dəqiqə. 481 bu da oldu. C variantı oldu. Çoxlarınız 20 11 götürmüşsə bəlkə. Ona görə səhv çıxıb. Yaxşı, 25-ci sual, sonuncu sual nədir? Hər bir blokun hər mərtəbəsində 6 mənzil olan 12 mərtəbə binanın 146 nömrəli mənzili neçənci blok, neçənci mərtəbədə yerləşir? Nə edirsiniz? Mənzil blok məsələsi. Görək ümumilikdə nə qədər mənzil var? 12 mərtəbəli bina deyil. Baxın, bu mərtəbədir də, düzdür? Mərtəbə. 12 dənə mərtəbədirsə, 12-ni vuracam 6-ya. Görüm nə qədər mənzil var 15-də. 12-ni vurursuz 6-ya, düşün nə qədər 72 dənə mənzil. İndi 346-nı böləcəm mənzillərin sayına. Ümumi mənzillərin sayına 346-nı böləcəm 72-yə. 72-yə. Deməli 4 dəfə düşəcək. 5 düşəndə 5 7 35 ilə çox düşür. Deməli 4 dəfə.
4 7-nin 74, 2-nin 8, 4 7-nin 28, 28. Deməli 8 hə, düşdü nə qədər? 346 düz vurdum yoxsa yox? 6 2 12 6 1 6 72 346 hə. Düşdü 14-dən də 346 14-dən də 2 4-ün 7 2 4-ün 8 eləyir. 5 çox eləyir hə. Deməli qaldı 68. 14-dən də 8 çıxanda 6. 68. İndi 4-cü qaldığı üçün 4-ün üzərinə 1 gəlirəm. Düşdü nə? 5-ci blok. 5-ci blok. Blok. İndi qalığı da böldürəm. İndi mənzillərin belə deyək, mərtəbəni də tapmaq istəyirəmsə, mərtəbəni 68-i də qalıq qalmamışdı 68-i də böldürəm bir mənzilli olan bir mərtəbə olan mənzillərin sayına böldürəm 6-ya. Deməli bir dəfə 1 6-nın 6 bu nətərə düşdü? Mən bunun 12 mərtəbə 6 mənzil olan bu 12-ci mərtəbə olmalıdır. Niyəsə səhv düşüb. Bunu mən nətər hesablamışam? Bir dəqiqə. 6 1 6 6 2 12 6 1 6 72. Deməli 346-nı buradan yazacağım. 346-nı bölüm 72. 72. Deməli 4 dəfə 4 2-nin 8. Bayaq mən nə yazmışam? Deyirəm axı ola bilməz. 4 2-nin 8, 7 28, bu da 28. Deməli 16-dan 8 çıxanda 8 8. 15-dən də 8 çıxanda qalır nə qədər? 15-dən 8, 13-dən 8 çıxanda qalır 5, 58. Deyirəm axı 58 qalmalıdır. 58. Deməli 4 qalıq 58 qaldığına görə bu 4-ün də üzərinə gəlir deyib 5-ci blok. İndi 58-də böldürüb bir mərtəbədə olan mənzillərin sayını 58-də 6-ya böləndə deməli 9 dəfə 9 6-nın 54 edir. Qalıq qalır 4. Qalıq qaldığına görə 4 9-un üzərində 1 gəlirsiz. Deməli necə düşür? 10-cu mərtəbə. Deməli necə oldu? 5-ci blok 10-cu mərtəbə. Bu da oldu 5-ci blok A variantı.